Dadaş yazıb ki, son müsahibənizdə nağıllar barədə gözəl bir fikir dediniz. Bəli, qayıtmalıyıq nağıllara. Gözəl bir başlanğıcdır. Nağıllar elə belə şey deyil. Nağıllar həqiqətin hekayə şəklində yaşanmasıdır. İstənilən adam nağıl yarada bilməz. Yarada bilər, məsələn, babalar, nənələr öz uşaqlarına, nəvələrinə nağıllar danışarlar. Elə baba yoxdur ki, nağıl danışmasın. Belə bir şeylər uydurar, maraqlı olar nəvələrinə. Amma o demək deyil ki, o nağıllar yaşayacaq. Nəvələrin xoşuna gələ bilər. O demək deyil ki, o nağıllar nəvələrin taleyinə dərin iz buraxacaq, amma dərin iz buraxmayacaq. Nağıl isə elə bir hikmətə malikdir ki, sən onu uşaq vaxtı eşidirsən, ömrü boyu qulağında səslənir, ömrü boyu sən onu düşünürsən, xatırlayırsan, oradakı hikmət sənin yaxandan əl çəkmir. Çünki o həqiqətdir. Həqiqətlə zarafat eləmək olmaz. Həqiqət bizim ürəyimizin ən dərin ayarlarına uyğun olan gerçəklikdir, reallıqdır. Ona görə o reallıqla tanış olmaq lazımdır ki, bu səthilikdən qavradığımız reallıqda başımıza iş açmayaq. Bütün addımlarımızı həqiqi reallığa uyğun eləyək. Və cəhənnəm dedikləri bir şey də əslində insanın həqiqət səviyyəsi ki var, ürəyinin dərinlik səviyyəsi, onun səni qətl eləməsidir, sənə məhkəmə qurmasıdır. İndi sən yuxulusan, qəflətdəsən, atdığın addımlar, aldığın qərarlar, bulanıq ağlının və bulanıq ürəyinin səthi bir durumda aldığı qərarlardır. O qərar %90-ı yanlışdır. %90-ı yanlışdır və sonra günlərin bir günü bu şeyləri qapadım. Gerçək ağıl oyananda ki, o labüddür, amma hamıda açılmır. Əksər adamlarda, yer üzündə yaşayan adamlarda yalnız ölümdən sonra o ağıl oyanır və əksər adamlar təəssüf ki, ancaq öləndə həqiqətlə rastlaşırlar. Ən ağıllı adamlarsa Platon demişkən, hələ bu həyatda ikən o ideyalar aləminin gerçəkliyini xatırlayır və o gerçəkliyə müvafiq ömür qururlar. Ona görə onların ömürləri biraz şey gəlir müasirlərinə, tuhaf gəlir, qəribə gəlir. Ondan sonra bəlkə də absurd gəlir ki, bu niyə belə eləyir? Bu səfihdir. Halbuki səfih qəflətdə olanlardır. Təbii ki, yuxulular içərisində ayıq olmaq müəyyən mənada biraz kütlədən seçilməkdir, alaqarğı olmaqdır, çətin bir aqibətdir. Amma əgər sən gerçəkdən bunu ayıqlıq olduğunun fərqindəsənsə, sən o yuxuluların sənə dediyi sözlərə etina eləmirsən və o ayıqlığın məntiqi ilə yaşayırsan. Bax, nağıllar da ayıqlığın hikmətlərini bizə çatdıran çox heyrətamiz hekayətlərdir. Qəlbimiz bizdən ən dərin qatlarında daha ayıqdır deyə nəsə var orada bir ayıqlıq. O sevir bu nağılları. Deyir, sən axmaqsan, sən bunu anlayamazsan, mənsə bunu sevirəm. Ona görə kimin ağlı böyüyürsə, o nağıllara inanmır və özünə çox böyük zülm eləyir. Ağlı çox inkişaf eləmiş, pis mənada deyirəm. Ürəyi zəif qalmış, intuisiyası zəif qalmış adamlar özlərinə elədiyi zülmü düşmən adama eləməz. Onlar özlərinin birbaşa səadətə gedən yolunu əngəlləyirlər. Elə hərəkətlər eləyirlər ki, o nağılların məntiqinə tam zidd olur. Gedirlər, divlə evlənirlər. Divi öldürmək əvəzinə divlə evlənirlər.
Həqiqəti axtarmaq əvəzinə var-dövlət və eyş-işrət axtarırlar. Belə olurlar. Nağılların ziddinə. Gedib eşqini axtarmaq əvəzinə elə həyat ona nə ağlı ona nə fısıldayırsa onunla da kifayətlənirlər. Çətinliklərdən keçmək əvəzinə, əjdahalarla döyüşmək əvəzinə rahat həyatı seçirlər və o həyat onları məhv edir. Odissey hərdən bir rahat həyatı seçəndə Kalipsoların qucağına düşürdü. Bir də ayılıb görürdü ki, 5 il keçibdi. O Odissey əhvalatını Homer elə belə yazmayıb ki. Homer onu elə yazıb ki, Homer də nağıl danışır. Ki siz asan həyat seçəndə, dincəlmək istəyəndə siz yolunuzdan çıxırsınız. Penelopaya gedən yoldan çıxırsınız, özünüzü unudursunuz, süni, saxta bir həyat yaşamış olursunuz. Ona görə mən nağılları o qədər sevirəm. Nağıllardan ciddi ədəbiyyat tanımıram desəm daha doğrudur. Bu yaxınlarda, bu Ramazanda mən bütün Ramazan boyu Mahabharataya baxdım. Mahabharatada böyük bir Hind dastanıdır. Nağıllardır bildiyiniz, mifologiyadır. Amma necə ləzzətli həqiqət var orada, necə böyük həqiqət var. İndiyənə kimi o Ramazanın bütün gözəlliyi bulaşdı o nağılın hekayətinə. Mənim bəlkə ən gözəl ilim oldu bu ilki il. Unutmam və qaydaram o dərslərə. Nağıl ədəbiyyatı mənə çox ciddi ədəbiyyat kimi gəlir. Salam, dəyərli müəllimim Rəna Salmanova yazıb. Nəfs haqqında, nəfsə qalib gəlmək haqqında danışardınız. Bir də namaz haqqında zəhmət olmasa. Tamam. Nəfs belə bir xüsusiyyət var. Qədimlər xəbərdar eləyiblər həmişə insanları ki, müdriklər. Sizin istəkləriniz ki var ha, bunun dalıcı düşərsiniz, bədbaxt olarsınız. Məsəl üçün, indiki psixoloqlar deyir ki, içindəki çocuğu aşkara burax. Azad burax içindəki çocuğu. Bu nə demək? Çocuq nə istəyir ona əl uzadır. Mağazada bir şey gördü, utanmaz, qızarmaz, çığıracaq ki, onu istəyirəm. İndi həyalı uşaqlar da olur, amma normada nəfsindən başqa bir şey olmayan varlığında uşaq birbaşa onu görüb istəməlidir. Təbiidir onun üçün. Almayanda da ayağın yerə döyəcək, qışqıracaq, ağlayacaq, bağıracaq. Onu verin mənə. Nəfs budur. Nəfs budur. Və Allah bütün dinlərdə, yəni bu Sami dinlərində bizə cənnət bağındakı ağacı hekayətini, nağlını deyək bizə danışanda buna işarət verir. Bu tamamilə simvolizmlə bağlı bir hekayətdir və kim ki simvolik düşünə bilmir, o Allahın dilini anlayamayacaq. Allahın dili simvolikdir. Yediyimiz almalar simvoldur. Balıqlar simvoldur. Heyvanlar simvoldur. İnəklər simvoldur. Dağlar simvoldur. Ağaclar simvoldur. Buludlar simvoldur. Ulduzlar simvoldur. Anlayan adam üçün. Ancaq dünya görüşü dar, qəlbi dar, üfüqləri dar olan adam hərfi mənada hər şeyi başa düşür. Simvolik təfəkkürü inkişaf eləməyən adam heç şeir yaza bilməz, mahnı bəstələyə bilməz, filosof heç ola bilməz. Ona görə o simvolik əhvalatda Allah insanlara izah eləyir ki, sən nəfsivin dalınca düşsən, cənnətdən çıxacaqsan, bədbaxt olacaqsan, sənin içindəki bu istəyi idarə etməyi öyrənəcəksən. Nələrsə olar, nələrsə olmaz. O nəfsi öldürmək lazım deyil. O nəfs sənin diriliyi ifadə edir. Amma nəfsi ruha tabi etdirəcəksən, həqiqətə tabi etdirəcəksən. Nəfsi öz başına qoymayacaqsan. Bir çox müdriklər nəfsi atlara bənzədirdilər. O atlar
Hind fəlsəfəsində qunalar deyirdilər. O atlar səni öz başına hara desən apararlar. Onların yüyəni sənin əlində olmalıdır. Və biz baxırıq insanların həyatına, görürük ki, onların həyatındakı ən böyük problem odur ki, onlar atların yüyənini buraxıblar, eləcə yaşayırlar. Elə fiyasko olur. Girir qumarın içinə, qumardan çıxa bilmir. Evini, eşiyini uduzur, hər şeyini, maşınını uduzur, şərəfini belə uduzana qədər gedirlər də, bilirsiniz. Dayana bilmir. Bilir ki, pis bir şeydir, dayana bilmir. Niyə görə? Nəfsin ipini açıb, o ip qaça-qaça gedir. Çapa-çapa gedir, sürüyür bunu. O ağacdan qoruyanda Allah Adəmi ona görə deyirdi ki, bax, ehtiyatlı ol, o ağacdan nəfsin istəyər sənin bu ağacın meyvəsindən yeməyə. Hər nəfsin istədiyi və hə deməklə yox deməyi öyrən, hikmətini öyrənməyi öyrən. Niyə görə? Orada Odissey yaduza gəlir, özünü dor ağacına bağlayır gəminin. Deyir ki, mənim əllərimi, qollarımı bağlayın, mən sirenaların səsini eşitmək istəyirəm, nəfsimin səsini eşitmək istəyirəm. Amma hərəkət eləməyim. Siz də qulaqlarınızı mumla bağlayın, mənim qışqırığıma etina eləməyin, necə sürəcəksinizsə, sürün bu adanın yanında, qayalıqlara tərəf getməyin. Ona görə sirenalar ancaq onu çağırır, gəl Odissey, gəl bizə sarı. Bax, o nəfsin səsidir. Nəfsin səsi o qədər cazibəli olur ki, səni məcbur eləyir gəmini sürəsən qayalara və parça-parça olasan. İnsanlar nəfsinin dalınca düşəndə ailələrini dağıdırlar, balalarını yetim qoyurlar. Sonra üstündən 20-30 il keçəndə deyir ki, ayda mən neynədim, bilmirəm, nəfsimin arxasınca düşdüm, təkəbbürümün arxasınca düşdüm. Ehtirasımın arxasınca düşdüm. Ona görə insana bu həqiqəti deyir Allah ki, bax, səni yaratmışam, amma sənin ayarlarında belə bir şey var. Sən istəklərə nəzarət edəcəksən. Buna nəzarət eləməyi öyrənsən, həyatın insan həyatı olacaq. Olmasa heyvan həyatı olacaq. Sən cənnəti itirəcəksən, huzur olmayacaq sənin üçün. Və belə bir şey var. Hə, niyə görə bu var? Bəzi ateistlər deyir, yaxşı, sizin Allahınız yaradıb insanı, elə bu nəfsiz yaradıydı da. Nəfs dirilikdir. Nəfs olmasaydı insan ölü olardı, daş olardı, ağac olardı. Amma ağacın da yəqin ki, nəfsi var. Daş olardı. O diri olması üçün o diriliyi o istəməlidir bir şeylər. Amma onu kontrol eləyən ruh olmalıdır. Həqiqət olmalıdır, yönəldən, ağıl olmalıdır. Yalnız o zaman insan diri olur. Məsələn, maşın öz-özünə gedirsə mütləq qayaya çırpılacaq. Onu idarə eləyən varsa, onda o bir mənzil qət eləyəcək. Bax, o motor nəfsdir. O təkərləri fırladır, amma o öz-özünə getməli deyil. Onu ağıl idarə etməlidir. Bu nəfs haqqında bunu demək istəyərdim. Bir də namaz haqqında soruşdunuz. Namazın canlı barədə Quranda iki bir şey deyilir. Namazın birinci canı xeyr əməllərdir. Əgər xeyr əməllər edib etmirsənsə, Allaha iman edib xeyr əməllər eləmirsənsə, Maun surəsi deyir ki, sənin namazın hədəfinə çatmayacaq. Namaz sizi pis işlərdən qoruyar, amma Allahın zikri daha böyükdür ayəsi də var. O da deyir ki, bu namazlarınızın içində zikr yaşayın, Allahı xatırlayın. Və kim ki, həyatında Allahı xatırlaya yaşayır, bu onda gerçəkdir. Səhər durur, birinci Allah yadına düşür. Axşam gözlərini yumanda sonuncu Allahı düşünür. Gün boyu da Allahı düşünür. Hərəkətlərində, əməllərində nəfsinə uyğun yox, Allahın həqiqətinə uyğun yaşayır. Bu adam elə daima ibadətdə olan adamdır. Belə adam böyüyür. Namaz bizi ibadətə hazırlayan, bizi kökləyən bir şeydir ki,
günün müxtəlif vaxtlarında. Biz o kökü qorumağı öyrənək. Təəssüf ki, adamların çoxusu bunu yalnız maşinal eləyirlər. Baxırsan ki, illərlə namaz qılır, amma böyümür. Həqiqiliyi, narahat verici diriliyi olmur bu adamın. Adamda narahat verici dirilik olmalıdır. Onlarsa adamların çoxu isə ölüdülər. Ona görə bu mənada Allah dindar, qeyri-dindar fərqi qoymur. Quranda bunu tənqid eləyir də ki, insanların çoxusu təəssüf ki, diri həyatı yaşamırlar. Nətər sözlərini uyudurlar, yaşayırlar və fərq yoxdur adam dindar olsun, ateist olsun. Adamların çoxusu qeyri-şuuri, yuxulu həyat tərzi keçirir təəssüf ki. Ayılmırlar. Onların həqiqət onlarda o ayıqlığı yaratmır. Belə bunları danışmaq istəyərdim bu barədə. Çox yazdınız maşallah. Çox sağ olun Rəna Salmanov. Mənim oğlumun 16 yaşı var. Hansı kitabları oxumağı məsləhət görərdiniz dünya ədəbiyyatına? Birinci nağılları, dastanları. Biz uşaq vaxtı çox sevərdik onları oxumağı. Bilmirəm, indiki uşaqlar da sevərmi, sizin oğlunuz da sevərmi? Dava eləyirdik məktəbdə Koroğlu dastanı kitab üstündə, yadıma gəlir. Çox sevərdik. Azərbaycan nağılları kitabı, vay, nə qədər sevimli kitab idi. Birinci bunlardan başlayardım. Sonra baxarıq. Bir də Tolstoyu istəyərdim oxuyasınız. Tolstoyu oxuyun. Zərərsiz yazarlardı da. Bunlar işıq verən yazarlardı. Məsələn, Dostoyevskini oxumağı məsləhət görməzdim. Gogol'u oxumağı məsləhət görməzdim. Çexovu, Kafkanı məsləhət görməzdim. Edgar Poe'nu məsləhət görməzdim. Depressiv və həqiqətdən xoşbaxt olmamış yazarları oxumağı məsləhət görməzdim. Maupassant'ı oxumağı məsləhət görməzdim. Maupassant'ın dili ilə bəzən iblis danışır. İblislik eləyir. Mən oxudum bir şey ondan. Tüpürcək tökdüm sonra. Elə pis elədim özümü ki. Heyvərə lağ eləyir elə bir ki. Bəşəriyyətə. Ona görə baxın da kimi oxuyacağınıza baxın. Mən məsləhət görərdim bunları oxumağı və kamil yazarları. Məsələn, alınsa Sədi Şirazini oxuyun. Gülüstanı və Bustanı. Alınsa Firdovsini oxuyun, Şahnaməsini. Alınsa Cəlaləddin Rumini oxuyun, Füzulini oxuyun, Nizamini oxuyun. Alınsa, bəyənsəz. Andersen'in nağıllarını oxuyun. Hans Christian Andersen müdrik nağılbaz olubdu. Çox müdrik, hikmətli yazırdı. Belə əslində çox bir şey deyil, amma bunları oxusaz artıq bir zövqünüz yaranacaq da. Belə. Bizim millət belədir ilə başlayan fikirlərə baxıram. Əksəriyyəti bütün məsələlərdə millətlərə aid olur. Sizcə bu nədən qaynaqlanır? Sadəcə trenddir. Və bizim millət belədir, bu şey adamlardılar, kör adamlardılar bunu deyənlər. Bunu deyənlər özlərini maarifçi hesab edirlər. Amma bunu deyənlər insanı tanımırlar. Mən şərq müdriklərinin əksəriyyətinin kitablarını oxudum. Onlar xalqdan şikayətlənmirlər, insandan şikayətlənirlər. Biz Adəmdə sabitlik görmədik. Quranın bir ayəsi var. Elə bir Allah şikayətlənir, xəbərdarlıq edir ki, bu Adəm bu cürdür. Onda sabit qədəmlik yoxdur. Bu insan oğlunun ən böyük problemi olacaq. Bir ağaca vuracaq baltanı, bir ayağına vuracaq insan.
2 addım qabağa gedəcək, 1 addım geri gələcək, ya tərsinə. Belə bir varlıqdır insan. Özünüzü özünüzdən qoruyun. Başınıza bəla olmayasınız deyə. Bu barədə xəbərdarlıq edir. Amma lənət deyəsən ki, hə, bizim millət də belədir falan. Nə kör baxmaqdır. Nə olub bizim millətə? Nə öyəcəksən gərəkdən artıq, nə də xor baxacaqsan millətə. Bu normal ruhu olan varlıqlar, bir də genetik olaraq da pis xalq deyillər, nə qədər dahilər falan yetişdiribdi. Yəni istedadı olan bir millətik biz. Hər sahədə böyük dahilər vermişik. Bunlar şikayətlənənlər nəyə əsasən şikayətlənirlər ki? Sən Rəşid Behbudov vermisən. Sən Müslüm Maqamayev vermisən. Sən Üzeyir Hacıbəyli vermisən. Sən Tahir Salahov vermisən. Mikayıl Abdullazadə vermisən dünyaya. Sən niyə utana gəzirsən ki? Sən Nizami vermisən. Sən Füzuli vermisən. Sən Nəsimi vermisən. Sən Nəyimi vermisən. Eynəlquzat Miyanəçi vermisən. Sən niyə utana gəzirsən burada ki? Yalandır bizim millət ki, başqa millətlərlə müqayisədə hələ xeyli nailiyyəti var. Böyük, çox milyonlu millətlərlə müqayisədə böyük nailiyyəti var. Hə, indi biz bunu həqiqi böyük nailiyyətə çevirməliyik. Bir Gülüstan yaratmalıyıq. O Sədi Şirazinin Gülüstanı odur ki, insanlar həqiqətə çatarsa, cəmiyyət həqiqət əsasında, ruhani biliklər əsasında yaşamağa başlarsa, o cəmiyyətdə çiçəklənmə yaranar. Hər mənada. Quran da bizə bunun sözünü verir. Bütün digər müqəddəs kitablarda da Allah bunun sözünü verir ki, bir məmləkətdə həqiqət, ədalət, mərifət çiçəklənərsə, o məmləkəti mən üstün edərəm, onu örnək eləyərəm o biri xalqlara. Yer üzündə yaşayırıqsa, qoy hədəfimiz bu olsun. Allahın həqiqətini təsdiq eləyək. Şeytanı təsdiq eləyirik, maalesef. O deyirdi ki, bu adamlardan bir şey çıxmayacaq. Biz də onu təsdiq eləyirik. Allahı təsdiq eləyək. Allahı yanıltmaq istəyirik. Bu millətdən bir şey çıxmayacaq deyənlər nə istəyirlər? Deyirəm, səndən də bir şey çıxmayacaq. Gəl səndən çıxsın. Sən özündən də inamsızsan. Cəmaatı da bastırırsan yerə. Belə olmaz. Uşaq böyüdən, xalq uşaqdır. Uşaq böyüdən də onun boynu yerə soxmurlar. Ona azca bir şapalaq vuranda da yüngülcə arxadan vurala ki, qabağa getsin. Başını yerə basmazlar. Əgər tənqid edirsənsə də irəliyə doğru itələ onu. O getsin irəli. Belə. Biri Abbas yazıb ki, Müşü müəllim, əslən hardansız bilmək olarmı? Əslən Qubadanam. Qubanın 1-ci Nüqədi kəndindənəm. Bilənlər bilir. Yəni internetdə də bu yazılıbdır. Belə bu cür. Anam da əsli Gürcüstana gedir, çıxır. Belə amma uşaq evində böyüyübdür. Valideynlərsiz. Amma atam tərəfdən nəslimiz bəllidir. Hacı Şükürlər nəslidir, 1-ci Nüqəddə. Belə, mənim haqqımda məlumat bu qədər. Amma mən özümü Sumqayıtda hesab edirəm, çünki Sumqayıtda böyümüşəm, elə 1 yaşımdan və burada oxumuşam. Qubalı ləhcəsi məndə tapmaq çox çətindir. Amma sevirəm Qubalılarda, Azərbaycanların bütün hamısını da. Az qala hər rayondan bir dostum var mənim. Ona görə belə bir yeri pərəstlik falan da yoxdur mənim kafamda. Qətiyyən ki, filan şey. Belə, mən Azərbaycançılıq tərəfdarıyam. Amma təbii ki, bir Quba ləhcəsi ilə kimsə danışanda qulağıma xoş gəlir. Çünki uşaqlıqda eşitdiyim ləhcədir. Bu qədər. Müəllim, mən Hacı Şahin rəhmətlikdən eşitmişəm ki, ürəyin istədiyinin əksinə get, yoxsa ürəyin istədiyin versə cəhənnəm yolundasan.
İndi Hacı Şahin orada nə deyib bilmirəm, necə deyib, amma nəyi demək istədiyini deyə bilərəm. Nəfsivin istədiyini danış get. Bəzi adamlar deyir ürəyim istəyir. Hə, o adama onda o cür demək lazımdır ki, ürəyin istədiyinə diqqət elə ginən. O nəfsivin istədiyi ola bilər və səni bədbəxtliyə doğru aparar. Ürəyin ən dərinliyində həqiqət yazılıbdır. Amma nəfs də ürəkdən səslənir də. Ona görə Hacı Şahin düz deyibdi. Elə ürəyin istədikləri var. Ürəyim çəkdi deyir. Ürəyim çəkdi, getdim bu şeyin aldım, yedim. Diqqət elə ürəyin nə çəkirsə. Nəfs də ürəkdən səslənir, düzdür. Amma mən dediyim də doğrudur ki, ən dərin həqiqətlər də ürəyin ən dərin qatında şey olur. Biz bu bilgiləri elm verdiyimiz insanların ürəklərinə yazmışıq, deyir Quran. Elm verilən adamların elmi də ürəklərin dərinliyindədir. Belə. Allah ilə ünsiyyət necə dərinləşdirə bilərik? İsmail Allahverdiyev yazıb. Allah dostu olmaq üçün ən dərin praktika nədir ki, o yola gələ bilək? Allahla ünsiyyət necə dərinləşdirə bilərik? Allah ilə ünsiyyəti dərinləşdirmək üçün yalan danışmağı dayandırmaq lazımdır. Yalan danışmaqla biz dilimizə zülm eləyirik. Qulağımıza da zülm eləyirik. Qulağımız kar olur. Biz yalan danışmağa başlayınca qulağımıza zülm eləyirik. Dilimizə də zülm eləyirik. Sonra doğru sözlər deyə bilmirik. Qulağımız da doğru sözlər eşitmir. Bax, belə bir şey var. Oturun fikirləşin, niyə? Elə ki, dürüst oldunuz, sözünüzün üstündə durmağı öyrətdiniz özünüzə, israrla. Bir xeyli müddətdən sonra görəcəksiniz ki, qulağınıza həqiqətlər gəlir. Gözünüzlə həqiqəti görməyə başlayır. Ona görə Allahla ünsiyyəti dərinləşdirmək üçün özünüzü təmizləməz. Bir də çoxlu xeyir işlər eləmək. Xeyir əməllər eləmək bizim dünya ilə olan yadlığımızı söküb atacaq. Bizimlə dünya, başqa insanlar arasında yalançı bir yadlıq var. Rabindranath Tagore deyir, elə ki deyir, yuxudaydıq, elə bilirdik ayrı və düşmənik. Aylanda gördük ki, dost və mehribanmışıq. Təxminən belə səhv eləyə bilərəm. Dost və mehribanmışıq. İnsanlar eşqdə ayılırlar. Eşq ayıqlığı təmsil edir. Ayılırsan, görürsən ki, bu adi adam deyil. Bu elə mənəm. Eşqdə dərk edirsən ki, bu elə mənəm. Böyük ilahi eşqdə anlayırsan ki, hər şey sənsən və hər kəs sənsən. Külli insansın sən. Yadlıq divarını, o böyük Çin səddini söküb dağıdırsan, eşq yolu ilə gedirsənsə. Xeyir əməllər eşq yolunu yaradır adamın içində. Ona görə xeyir eləmə praktikası bütün dinlərdə var. O insana ən böyük faydadır. Dini ibadət də odur. Allaha iman gətirib xeyir əməllər eləmək, bax, bunları eləsəz və təmizlənmək, bir də gördünüz ki, Allahla ünsiyyətiniz o qədər dərinləşdi ki, Konfutsi deyirdi ki, 50 yaşımda göyün iradəsini dərk etdim. 60 yaşımda gördüyüm hər şeydə həqiqəti fərqləndirə bilirdim. Hər nəyə sən kim baxırsan, sən onda Allahı gör, deyir Nəsimi. Elə bir hala gəlib çıxırsan. Bu, Allahla ünsiyyətin dərinləşmiş məqamıdır. Buna çatmaq üçün təmizlənmə və xeyir əməllər eləmək lazımdır. İsrarla, səbirlə, yorulmadan və yayınmadan, uzun illər boyu. Və görəcəksən, aşama-aşama həyatın qaranlıqdan işığa doğru gedəcək. Mən bu yolu tanıyıram. Bu yolu. Səmimiləşirsən, həqiqiləşirsən, xalisləşirsən, onda Allahla ünsiyyətin dərin. Belə kör-kobud olanda da Allah səninlə danışır, amma daha çox qapaz dili ilə danışır. Heyvanı nə edirlər? Sopa ilə
idarə eləyərlər, anladarlar. İt məsəl üçün insanın dilini anlamır, onun yüyənini çəkirsən, biraz incidirsən onu. İncidirsən, dönüb baxır sənə. İncitməyəndə bir dənə pişik görür, qaçır pişiyin dalıyca. Sahibin də onudur. Dartınır ora, dartınır bura. Əməlli tərbiyəsizliyir. İt nəfsin simvoludur. İtə başa salırsan ki, onu biraz incidərək. Ki, sənin sahibin var. Ona görə sahib itlə ünsiyyəti dayandırmır. Amma bir də var, it çox tərbiyə görə, onda sahibinin balaca tərpənişindən hiss edir hər şeyi. Və insan da belədir. İnsan kör-kobud olanda, qəflətdə olanda Allah o ilə ünsiyyəti kəsmir. Sadəcə olaraq heyvanla davranan kimi davranır. Çünki o heyvan səviyyəsindədir. Gör ki, eşşəkdir, ancaq qamçı ilə anlatmağa çalışır onu. Elə ki, görsə ki, o təmizləndi, dərinləşdi, onda onun qəlbində şeirlərlə danışır, gözəlliklə danışır, hikmətlə danışır, vəhd dolayısıyla danışır, Quran vasitəsilə danışır o ilə. Heyran qalır adam oxuduğu Qurandakı hikmətə. Dünən də oxuyurdu, amma bunları görmürdü. Bu gün oxuyur, sonsuz dərinlik görür. Allah danışanda adamla elə olur. O vəziyyətə gəlib çatanda yaşadıqlarının özü də onu kövrəldir. Yaşadıqlarının özü də Allah ayələridir. Başına gələn işlərdə də o dərinliyi, o gözəlliyi görür və kövrəlir. Bu Allahla ünsiyyətin dərin səviyyəsidir. Bircə sən hazır deyirsən Allahın ünsiyyətə. Allah həmişə hazırdır. Onun nə mürgü tutur, nə yuxu. O həmişə hazırdır sənlə danışmağa. Biz hazır olmuruq. Onu təmizlənmək və xeyir əməllər etmək. Təmizlənmək və xeyir əməllər etmək Allaha yaxınlaşmağın yolu budur. Mən sizdən onu soruşmaq istəyirəm ki, siz Azərbaycanda kimi tövsiyə edirsiniz belə söhbət etmək üçün? Sizin bunu etməyə vaxtınız varmı? Mən özüm ali təhsilli insanam, amma düşünmürəm ki, təhsil sondur. Hər ölkədə həmişə 6, 7, 8, bilmirəm, ölkənin boyuna baxır, ölçüsünə baxır. Müdrik, arif insanlar var. Mütləq sizin ətrafınızda da var. Sadəcə olaraq onları görmək üçün də yenə sizin təmizlənməniz lazımdır. İnsan təmizlənməyəndə elə bilir ki, ölkədə müdrik adam yoxdur. Ölkədə arif adam yoxdur. Gözün açılanda görürsən ki, çox deyil, amma var. Allah heç bir məmləkəti işıqsız buraxmır. Bu onun qaydası deyil. Hər cür adamlar yetişdirir o, eyni zamanda özünün müəllimlərini də yetişdirir həmişə. Ki, qaranlıqda işıq axtaran insanlara bir yol göstərə bilsin. Mütləq sizin ətrafınızda da elə dərin adamlar var. O günü bir filmə baxırdım, Bakı kəndlərindən bir çox yaşlı bir adam, Hacı Şahin haqqında film çəkmişdilər. Çox yaşlı bir adam belə danışdı, hələ Çaykovskinin zadı da xatırladı. Gözlərimə işıq gəldi. Çox yaşlı adamdır, mən onu tanımıram. Heç tanımıram. Dedilər ki, bir Quran müəllimidir falan. Çox arif bir insan imiş. Baxdım, heyran qaldım qəlbinə. O qədər gözəl, həqiqi bir qəlbi var ki. Çoxdular indi. Darışıb şey eləmək istəmirəm. Varlar, bir qarşıma çıxırlar mənim. Sizə də bunu göstərsəm, əgər siz hazır deyilsizsə, görməyəcəksiniz. Mənim özümü də axmaq adlandıracaqsınız. Amma hazır olanda özünüz görəcəksiniz. Bu da bir hikmətdir ki, afişir bitirmək lazımdır elə adamları. Sual vermək olar mı? Bəli, təbii ki, sual verirsiniz də. Şirinov yazıb, sizi görəndə ürəyimiz açılır. Çox sağ olun yazın. Gecə dərsinə görə çox sağ olun. Mədət müəllim, çox sağ olun. Sizcə Süleyman Allah verdi, doğulmazdan qabaq biz mövcud idik. Yəni mən haradaydım, ölümdən sonra nə olacaq? Bunlar xeyli yazılmış, deyilmiş
şeylərdir, mətləblərdir. Biz doğulmazdan əvvəl, bu Platonda da var, bu Quranda da var, bu Tövratda da var. Biz doğulmazdan qabaq Allahın yanındaydıq. Platon deyir, ideyalar aləmində idik. Sonra biz bədən alırıq, gəlirik yer üzünə ki, çünki ən böyük qazancı, savabı burada qazana bilərik. Burada biz qaranlıqdan işığı tapırıq təzdən. Hərənin, hər ruhun öz təcrübəsinə müvafiq olaraq, indi mən inanıram ki, insanlar qeyri-bərabər gəlirlər yer üzünə. İstənilən müəllim bunu görür ki, uşaqların qabiliyyətləri fərqlidir. İşığa həssaslıq dərəcəsi də insanlarda fərqlidir. Ona görə də o fərqli işığa həssaslıq dərəcəsindən insan evladları hərə bir cürə Allahı axtarmağa başlayır, həqiqəti axtarmağa başlayır və bir xeyli savab qazanır, bir də qayıdır Allahın yanına. Mərtəbələri fərqlidir insanların yer üzündə yaşayan, məqsədləri də fərqlidir. Onlar fərqli missiyalar yerinə yetirirlər, fərqli aşamalardan keçirlər və amöbdən tutmuş ən ali insanlara qədər hamısı Allaha sarı yönəlibdir və bu möhtəşəm bir yoldur. Allaha doğru gedən yoldur. Ölümdən sonra necə olacaq? İndi Allaha yaxınlaşacaqsan, əgər Allaha yaxınlaşmaq layiq olacaqsınızsa, uğur qazanmış olacaqsınızsa, üzünüz güləcək. Buradakı vaxtınızı boşa keçirmisinizsə, ürəyinizə uyğun yaşamamısınızsa, həqiqətə uyğun yaşamamısınızsa, üzünüz qaralacaq. Çox peşman olacaqsınız. Mən necə vaxtımı boşuna keçirtdim yer üzündə deyə. Elməddin bəy, Uraqan bəy yazıb, axşamınız xeyir. Müəllim, insanlar niyə xəstəlik tapır? Xəstəliklərin həyatımıza. Məsələn, mən bir neçə çox ağır xəstəlik keçirmiş adamlar gördüm. Bilirsiniz, xəstəlikdə adamın qəlbi yoğrulur. Əgər adam vaxtını boşuna keçirirsə, eyş-işrət, var dövlət dalınca qaçırsa, karyera falan, ancaq bu şeylərə tutqundursa, bunu stop eləmək üçün Allahın xəstəlikdən başqa çarəsi olmur. Təbii ki, xəstəlik ağır qırmancdır, ağrıdır adamı. Amma insan çox vaxt ancaq xəstəlikdə dayanır. Rəng ağar, Allah, bu sonmuş. Və mən özüm də zaman-zaman xəstələnəndə, ölümlə qarşılaşanda aşama adlayıram. Mərhələ keçirəm. Baxıram ki, ciddiyyətim biraz da şey olur. Biz səfih varlıqlarıq. Biz ölümlə üz-üzə, nəfəs-nəfəsə durmayana qədər tam ciddiyyətlə yaşamırıq. Ciddiliyimiz axsamağa başlayır, zikrimiz axsamağa başlayır. Başa düşürsünüz? İnsan kötəklənməli olur sanki ciddiyyətini, plankasını qaldırmaq üçün. Ona görə bəzi adamları vaxtını boş keçirən, yüngül əyləncələrlə keçirən adam birdən Allah deyir ki, bax, belə bir ölüm həqiqəti var, üz-üzə qoyur oyla. Və çox vaxt olur ki, o adamlar sağalırlar sonra. Bir dəfə biri məndən soruşdu ki, mən bunu niyə yaşadım, müəllim? Cavabım bu oldu ki, sən xəstələnməsəydin, heç vaxt mənim yanıma da gəlməyəcəkdin. Heç vaxt mənə bu sualları da verməyəcəkdin. Mənim danışdığım həqiqətlərə də səndə həssaslıq olmayacaqdı bunlara. Deyəcəklə boş-boş şeylər danışır. Əzab çəkməmiş adamın həqiqətə qarşı həssaslığı olmur. Ölümlə üz-üzə gəlməmiş adamın həqiqətə qarşı həssaslığı olmur. Xəstəlik bizi ölümlə üzləşdirir. Ona görə Allahın son müalicəsidir o. Xəstəlik əslində Allahın müalicəsidir. Başqa səbəblər də olur xəstəliyin. O mənada ki, çox yanlış bir düşüncələrə girirsə, yanlış bir şeyə girirsə, onun vasitəsilə də o yanlışlıqlar topalanır.
bir xəstəlik toxunur və nəslə bəzən düşür xəstəlik. Və burada ehtiyatlı olmaq lazımdır. Belə uzun məsələdir bu. Afşin Fərəczadə. Salam, mən Tehrandan sizi izləyirəm. Sağ olun, salamlar olsun Tehranlarda. Nəfsi necə tərbiyə eləmək olar? Allah sizə izzətli ömür versin, Allah razı olsun. Nəfsi necə tərbiyə etmək olar? Nəfsi tərbiyə etmək üçün, məsələn, oruc adlı praktika var. Oruc tutarkən Quran oxuyun, müdrik kitablar oxuyun, zikr eləyin çoxlu. Oruc ayılmaq məqamıdır. Ayıqlıqda bərqərar olun. Bütün həyatınızı köçürün ayıqlığa. Bir anekdot vardı Molla Nəsrəddinin. Adı nədir? Birisi şikayət eləyir ki, evimiz çox qaranlıqdır. Evimizə işıq düşmür. Molla da belə gülməli cavab verir ona. Deyir ki, bağçamıza işıq düşür. Deyir, hə. Onda evi köçür bağçaya. Molla çox sadə olsa da, bax indi nağıllardan danışdım ya, anekdotlar da mənə çox tutur. İnsan ürəkdən gülə bildiyi şeylərdə dərin həqiqət yatır. Onu çözməyə öyrənməlisiniz. Mən hər dəfə güləndə ürəkdən, sonra oturub ona baxıram ki, mən niyə güldüm? Ürək boşuna reaksiya vermir gülüşlə. Gülüş, mənim ustadım Asifata deyirdi ki, dodağın göz yaşıdır. Gülüş çox ciddi bir reaksiyadır. Ağlamaq kimidir, amma fərqli cür təzahür olur. Ona görə o molla deyir ki, köçür ginən evivi işığa. Mən də deyirəm ki, köçürün həyatınızı ayıqlığa. Ayıqlıq üzərinə. Məsəl üçün, bütün dinlər şərab içməyi falan yasaqlayar, alkoqolizmi yasaqlayar. Niyə görə? Bu yol ayılmaq yoludur, sərxoş olmaq yolu deyil. Ayıqlıqdır. Bu ayıqlığın öz sərxoşluğu var, Füzulilər bilirlər. Yəni, Füzuli səviyyəsində adamlar demək istəyirəm. Bula bilirlər bunu. Amma o ayrı bir ləzzətdir. Ayıqlığın özündən. Bu insanlar ancaq sərxoşluqdan alınan ləzzəti tanıyırlar. Amma arif adamlar ayıqlıqdan həzz alırlar. Balaca adamlar ancaq narkotikdən, içkidən alınan keyfi tanıyırlar. Böyük, arif insanlar isə ayıqlıqdan alırlar. Ayıq olanda dünya ilahi rənglərdə sənə görünməyə başlayır. İlahi gözəllikdə hər nəyə sən kim baxırsan, sən onda Allahı gör. O məqamın gözüdür. Və nəfsi tərbiyə eləmək üçün ayıqlıqda bərqərar olmaq lazımdır. Oruc praktikasını çox eləmək olar. İl boyu həftədə 1 gün, 2 gün oruç tutmaq olar, 3 gün oruç tutmaq olar. Ta ki, ruh oyanana qədər. Ruh oyananda o məntiqi unutmayın. Səhər namazda, zikirdə yaxaladığınız məntiqi unutmayın, günortaya kimi daşıyın heç olmaz. Günorta yenə yada salın. Ayıqlığa köçürün həyatınızı, ayıqlıq məntiqi üzərində olsun. Nəfs daha eləyə bilməyəcək. Çox front ala bilməyəcək sizin içinizdə. Sərbəstliyi məhdudlaşacaq nəfsin. Belə. Zəhra İsmailova yazıb. Salam müəllim. İnsan həyatındakı xaos və çətinliklərdən mənəvi cəhətdən güclənərək çıxmaq üçün nəyə əsaslanmalıdır? Allaha, Allahın hikmətinə. Quran oxuyun. Azərbaycan dilində oxuyun. Ərəbcə bilmirsinizsə. Adamlar var, ərəbcə bilmir. Ərəbcə oxumağı öyrənib, illərlə elə bilir ki, Quran oxuyursun. O Quran oxumaq deyil. Mən uşaq vaxtı mahnı vardı gəncliyimdə. Oxuyurdum elə yumma son, yumma hard. Elə bilirdim elədir, yumma son, yumma hard. Heç bilmirdim nədir. Mahnı xoşuma gəldi. Böyüdüm, İngilis dili öyrəndim. You are my soul, you are my heart deməkmiş o mahnıda. Onu sonra öyrəndim, o qədər gülmüşəm ki.
Bu qədər cahil olmuşam mən. Sən mənim canım, sən mənim ürəyimsən deməkmiş. Allahın sözlərinin tələffüzü yox, mənası önəmlidir. Sən necə Allahın əmrinə uya bilərsən, əgər ancaq səslərə qulaq asırsansa? Təəssüf ki, bu cəhalət də mövcuddur. Ona görə Allahın sözlərinə qulaq verməyə öyrənməlisiniz. Nə deyir? Nə istəyir məndən? Bax, onda güclənə çıxacaqsan, böyüyə. İnsan, bir də həmişə xatırlamaq lazımdır. İnsan nə vaxt gözəl olur? İnsan gözəl olur uşaq olanda. Hamımız gəlib bizim belə yanağımızdan çimdikləyib öpmək istəyir bizi. Körpə uşaq görən kimi. Ay, bu nə şirin bir şeydir deyir, değil mi? Çünki o böyüyür. Böyüməyi danılmaz olan varlıqlar çox sevimli olur. Elə ki, böyümək dayanır, insan iylənməyə başlayır. Böyümürsə, hərəkət yoxdur demək. O iylənir. Bir cavanlıqda, o keçid uşaqlıqdan gəncliyə keçid dövründə çox yaraşıqlı olur. Biraz yaraşığını istismar eləyirlər oğlanlar, qızlar ki, hələ qəşəngik. Artıq həyasızlıq başlayıb. Ancaq özünün fiziki gözəlliyini istismar eləyib ayaqda durur. Ondan sonra kredit qutarır, sonra daha pis olur. Bütün eybəcərliklər 30 yaşdan sonra başlayır çıxmağa ciddi. Ümidsizlik böyük bir mənəvi eybəcərlik yaradır. İnamsızlıq böyük bir mənəvi eybəcərlik. Bizə uşaqlıqda əxlaq barədə danışırlar. Hamısı yalan imiş. Hər şey pulun başında imiş. Əxlaq zad boş nağıllar imiş. Biz də buna öyrəndik. Hələ bunların bir şairləri də var. Daha nağıllara inanmıram mən. Sevmədim Nüsrət Kəsəməndini. Çox istedadlı adam idi. Amma böyük şairliyə gedən yolu tapa bilmədi. Belə şeir yazmaq olar. Daha nağıllara inanmıram mən. Ondan sonra əxlaqsızlıq gəlir. Bayaq nağıllardan danışdıq sizlə. Mən hələ də nağıllara inanıram. Nağıllardakı həqiqətə inanıram. Necə yəni daha nağıllara inanmıram mən? Daha əxlaqa inanmıram mən de. Daha həqiqətə inanmıram de. O insani becərilik oradan yaranır. Və bir də insan həqiqəti tapanda böyüməyə başlayır. Mən həqiqəti tapanda hiss elədim ki, böyüyürəm. Sizə bir şey deyim. Mən həmişə oxumuşam, öyrənmişəm. Amma belə 40 yaşımda birdən başladım Quran oxumağa. Bu bir ciddi böyümə hissi yaratdı məndə. O qədər idi ki, bu böyümə hissi. Gəlib yatırdım evdə. Saatlarla yatırdım, uşaq kimi. Çünki öyrəndiklərim, anladıqlarım o qədər yeni idi ki, beynim yorulurdu məndən asılı olmayaraq. Hətta yatanda da iş gedirdi beynimdə. Dağı arana köçürürdüm, aranı dağa köçürürdüm. Düşünürdüm. O da yorurdu məni. Və başa düşdüm ki, nə cürsə uşaqlığa qayıtmışam. Yeni dil öyrənirəm sanki. Dünyanı yenidən çözməyi öyrənirəm sanki. Sonra oradan aldığım biliklə başladım bir də şərqi oxumağa. Bir təzədən uşaqlığa keçdim. Və bu proses gerçəkdən belədir, sizə deyim. Həqiqətlə tanışlıq sizi yenidən sevimli eləyəcək. Hamı tərəfindən sevilməyəcəksiniz təbii ki. Amma özünüzdən daha zəhləviz getməyəcək. Daha nağıllara inanmıram mən sözünü heç vaxt söyləməz həqiqətə çatan adam. Onun gözündə işıq olacaq, optimist olacaq. İndi bizim cəmiyyət bilirsiniz, ən çox optimizmə həsrətdir. Pozitiv düşüncə yoxdur. Məsələn, dünən Sabah möhtəşəm bir qələbə qazandı. Baxıram, bu nə futbolda oynayırlar. Sonuncu saniyədə qol atmaq nə deməkdir? Ondan sonra da əzmlə qələbəni çıxaran. Mənim yadıma gəlir 90-cı illərdə, 2000-ci illərin əvvəlində necə qorxaq futbol oynayırdıq biz. Hamı da deyirdi, yoxdur bizdə futbol yox. İndi demək olar ki, bizdə futbol var. Amma gör cəmaət bunu razı olar eşitməyə. Bizdə futbol var. Özdə əcaib belə dirənişli, əzmkar, əsl Azərbaycanlara yaraşan bir futbol yaranır. Biz eləyə bilirik demək ki.
Bizdə ümidsizlik çöküb ruhlara. İnsanlar ümidli danışanda, optimist danışanda elə bilirlər ki, bu adam saxtakardır. Başa düşürsüz? Xaindir, nə bilim nədir, cürbəcür sözlər uydururlar adam üçün. Optimizm qeyri-populyar olub, amma həqiqətə çatan adam həmişə optimist olur. Enerjili olur, ümidli olur. Daha nağıllara inanmıram mən sözünü deməz o heç vaxt. Ən son gününə qədər ağac əkər. O öləndən sonra bu meyvəni yeyənlər olsun deyə. Bulaq qazdırar. Budur həqiqətə çatan adam. Nə deməkdir? Daha nağıllara inanmıram mən. Belə. Eldar Əsənov, salam, axşamınız xeyir ustad, ruhumuzu, beynimizi sakitləşdirək. Necə sakitləşdirək, nə məsləhət görərsiniz? Ruhumuzu, beynimizi. Ölüm çox güclü sakitləşdiricidir. Ölümə çox-çox zikr eləyin. Ciddi zikr eləyin. İnsan beyni təəssüf ki, ölümlə ciddi şəkildə ancaq xəstəlikdə və yaxud fiziki təhlükədə rastlaşır. Belə hipotetik olaraq onu düşünə bilmir. Ona görə də ölüm söz olur onun üçün. Amma ölümü ciddi zikr eləyə bilsən, qəbir qazdırıb içində uzanırdılar sufilər ki, gündə neçə saat, bu çatsın ona. İnsan şuurunda həyasızlıq çoxdur, dirəniş çoxdur. Onu sındırmaq lazımdır ki, o bunu gerçək olduğunu bilsin və ölümün dərki çox sakitlik yaradır. Həqiqətə yaxınlaşdırır, Allaha yaxınlaşdırır adamı. Ona görə qədim latınca belə bir söz vardı. Memento mori. Divara yazmışdılar. Ölümü xatırla. Təkcə bu sözə ömrü boyu riayət eləsən, bu söz səni həqiqətə gətirib çıxaracaq. Amma inanan olarmı? O qədər yaxşı sözlər var ki, biz onlara ömür sərf eləmirik, inanmırıq, yerinə yetirmirik. Mən doğulmadan, Asena Türksoy yazıb, mən doğulmadan taleyimi yazan Tanrıya mən öldükdən sonra niyə hesab verim? Biraz belə anlamırsınız da, bu sistem belədir ki, yəni reinkarnasiya sistemi belədir, hipotetik deyirəm sizə, nəzəri olaraq. Məsələn, mən bu həyatımda yetimləri incitmişəmsə, yetimləri anlamamışamsa, məsələn, gələn doğuluşunda, taleyimi özüm yazıram. Gələn doğuluşunda mütləq yetim doğulacağım ki, onu qəşəng yaşayayım. Məsəl üçün deyirəm. Ya kimisə şikəst eləmişəmsə, çoxlu adamları, bilmirəm. Şikəstlərə qarşı sayğısızlıq olubsa, məzlumlarım, bunu yaşamaq zorundasan. Çünki insan yaşayaraq anlayır. Bax, reinkarnasiya bunu deyir. Nəyi yaşamırsansa, nəyi rədd edirsənsə, sənə o dərsi sənə verirlər. Hansı insanlıq dərsini anlamamısansa, o dərsi, ona görə taleyini sən özün yazırsan. Allah yazmır. Mən sizin taleyinizi öz çabalarınıza bağladım. Quranda bir ayə var. Siz özünüz öz əlinizlə deyir, özünüzü uçuruma atırsınız. Mən zalım deyiləm. Ona görə mən doğulmadan taleyimi yazan Tanrı deyir, Tanrıya zalımlıq yazmayın. Siz doğulmadan əvvəl də taleyinizi özünüz yazmışsınız. İndi də yazırsınız. Gələcək. Məsələn, mən bugün nə eləyirəmsə, gələcək taleyimi yazıram artıq. Bir 5 il sonra nə olacaq? Bir 10 il əvvəl nə eləmişəmsə, o mənim bugünkü taleyimi yazıb. Yəni, bu minvalla düşünə bilərsiniz də. İnsan nəyi yaşamalıdır? Məsələn, nəyi anlamırsa, onu mütləq anlamaq üçün şərait yaradır Allah onun üçün. Allah həyatı belə dizayn edir ki, sən loqaritmik bölməni yaxşı bilmirsən, sənə loqaritmik bir həyat
dizayn eləyəcəm ki, orada loqaritma bəhsini qəşəng öyrənəsən. Hələ üstəlik anavı, atavı da elə seçəcəm ki, bunlar hamısı loqaritma ilə ilgili məsələlərdə ilişib qalmış ruhlar olsun. Hamısı bir yerdə bir məsələ aktuallaşacaq o nəsildə və o məsələni həll eləyəcəklər bərabər. Belədir bu. Elə belə toplamır. Casting var. Bir tamaşaya aktyorlar seçirlər ha, rejissorlar. Bax, taleylər də eləcə cütlənir, dizayn olunur. Qarşımıza çıxan insanlar da təsadüfi seçilmir. Ateist düşünür ki, bunlar hamısı təsadüfdür. Ona görə Allahı zalım kimi görməyin. Allah sadəcə olaraq sənin üçün şərait yaradır ki, sən özünü dərk eləyəsən. Məsələn, cənnətdən qovur Adəmi. Allah mı qovur Adəmi? Adəm özünü qovdurur. O bilirdi ki, o ağacın meyvəsindən yemək lazım deyil, cənnəti itirəcək yoxsa. Şimdi bu səbəb nəticə anlayışını bilmək lazımdır. Biz hansısa bir həyata ona görə düşürük ki, biz o həyatın dərslərini bilmirik. Ona görə o dərsləri daha yaxşı öyrənmək üçün sinifdə saxlayırlar bizi. Bu dərsə yaxşı bax ki. Biraz təbii ki, etiraz eləmək yerləri çoxdur. Oponentlər 10 dənə şey deyə bilərlər. Amma başa düşmək istəyən də başa düşər buradan, qıcıqlanmadan. Sülh olsun. Yer üzündə Trof Əş yazıb ki, əbədi içinə deyil, Allahın bizə əbədilik vəd etməsi bizi necə sevindirə bilər? Biz əbədiliyi necə başa düşək? Nə qədər də yaxşı olsa, əbədi heç nə etməmək qəribə deyilmi? Bilmirəm, əbədiyyət nədir? Əbədiyyət, məsələn, hər şey ötəridir, həqiqətsə, həqiqi dəyərlərsə, heç vaxt solmayan dəyərlərdir. Əbədiyyət onun ifadəsidir. Reallıq, həqiqət reallığı dəyişməzdir, sonsuzdur, əbədidir, kamildir. Bunlar mütləqin atributlarıdır. Və həqiqət dünyasında əbədiyyət mövcuddur. Yalan dünyasında keçicilik mövcuddur. Bu mənada əbədiyyət zəruridir, vacibdir. Belə. Necə sevindirə bilərsən, ruhun əbədiyyəti hiss eləyir. Sənin ruhunun dərinliklərində əbədiyyət haqqında bilgi var. Sonsuzluğa. Sən göyə baxmağı ona görə xoşlayırsan. Göy sənə çox tanış gəlir. Özünün ənginliyi ilə, sonsuzluğu ilə. Axar çay sənə çox tanış gəlir. Ruhunu sakitləşdirir. Niyə görə? Çünki çay axır, dayanmır, tükənmir. Heyran qalır ruhun. Axır, gür-gür və tükənmir. Oradan axır, mənbəyindən axır, mənsəbinə tökülür və tükənmir. Bu adamın ruhuna o qədər gözəl təsir eləyir. Müdriklər xoşlayırdılar çaya baxmağı. Çay onların ruhunu sakitləşdirirdi. Çünki çayın axmasında əbədiyyət həqiqəti vardır. Mənbəyindən çıxıb mənsəbinə doğru gedən çay bizə həm də o hekayəti deyir ki, sən Allahdan gəlib Allaha doğru gedirsən. Bizim qəlbimiz əbədiyyətə həssasdır, onu tanıyır, onun acıdır. Anderson'dan başqa hansı yaxşı masal yazarı vardır? Məncə Anderson'ın səviyyəsində başqa görməmişim. Bir də pis deyil, o səviyyədə deyil, amma orada da maraqlıdır. Lewis Carroll. Lewis Carroll'un bir riyaziyyatçı olubdu, belə nağıllar yazıb, Alisa güzgülər dünyasında falan belə bir yazıdır. Çox ilginc məsələlər var orada da. Bir də Exupéry. Exupéry'nin Balaca Şahzadəsi də bir nağıldır təbii ki. O da çox hikmətli nağıldır. Bu üçünü deyərdim sizə. Zemi yazıb, axşamınız xeyir Müşü müəllim, deyirlər malının zəkatını ver ki, əvəzinə Allah daha gözəl bir şəkildə geri qaytarsın. Bəs nə üçün maddi imkanı çox yaxşı olan insanların çoxsu simicdir? Getdikcə
daha artır varı çox fərqli olur. Normalda Allah bir kəsə varı ona görə verib ki, o xeyir əməllərləsin, Allahın verən əli olsun. Allah onun vasitəsilə öz lütfünü insanlara tanıttırsın. O bir fabrika açsın, o bir adamları işlətsin və onlar ruzi aparsınlar oradan. Çünki hər adamın ağıl səviyyəsi, şuur səviyyəsi eyni deyil və kimlərsə kimləri işə götürməlidir, işlətməlidir. Bunun ayəsi var Quranda. Ona görə insanların qabiliyyət fərqi də bunun üçün verilib ki, bunlar bir-birlərinə xidmət eləsinlər. Bizdə isə bunu belə şey elədilər müasir dünyada. Bizdə deyəndə Azərbaycan nəzərdə tutmuram, müasir dünyada. Belə qoydular ki, mən istedadlıyamsa, mən hamıdan yaxşı yaşamalıyam. Sən istedadlısansa, xalqın dərdini çəkəcəksən. Konfutsi belə deyirdi. Sən istedadlısansa, Allaha daha gözəl xidmət eləyəcəksən. Həqiqətə daha gözəl xidmət eləyəcəksən. İstedadı sənə bunun üçün verib Allah. O əmanəti də geri istəyəcək. Sənsə onu özünkü kimi bilib sevinirsən. Öyle belə olmaz. Və kimlərdə ki bu olmur, onlar bu işin azğınlığını göstərirlər ki, bu doğru deyil. İstedadlı adamlar ki var, ancaq özü üçün yaşayırlar, bədbaxt olurlar sonunda. Bu zəngin adam da ancaq özü üçün yaşayırsa, o da bədbaxt olur sonunda. Bunun da ayəsini insanlara çatdırmaq lazımdır. Onlar da o ayəni insanlara çatdırırlar ki, bax bunu gərək haqq yolunda istifadə edəsən. Yalnız bu işin peşmanlığı olmaz. Ona görə gerçəkdən zəngin olan adamlar, ən ağıllıları mən bilirəm ki, onlar çox ciddi hər ay paralar xərcləyirlər xeyir işlərə, afişirvət eləmirlər, amma bunu eləyən, bilən adamlar var, bilirəm, sağ olsunlar, eləyirlər bu işləri. Eləməyənlər də var, onların da həyatı fiyaskoya düçar olur, bunu eləməyənlər. Çox sağ olun, Nuri Məmmədəli yazıbdır. Dəyərli hikmətli sözləriniz üçün rəhmətli Hacı Şahindən sonra sizin onun yerini doldurmağa çalışırıq. Allah həmişə qorusun, sağ olun. Mən Hacı Şahin rəhmətliyin yerini doldura bilmərəm. Heyf ondan rəhmətə getdi. Böyük müəllim idi, nurlu adam idi, işıqlı, bəsirətli adam idi. Onun sözlərinin dadı onun bəsirətindən irəli gəlirdi. Savadlı adamlar çoxdur, bəsirətli adamlar azdır. Biliyin dadı ancaq bəsirətli adamın ağzında bilinir. Savadlı adam informasiya ötürür. Görmədiyi, yaşamadığı, bütün ürəyinin hüceyrələri ilə anlamadığı bir şeyi başqalarına ötürür. Bu, körün kiməsə nəsə ötürməyinə bağlıdır. O heç hələ bilmir ki, ötürdüyü şeyi düz tutub yoxsa yox. Məsələn, köra deyərsən ki, o çökücü mənə verginə, əlini atacaq, o nədirsə onu götürüb verəcək, elə nataraz verəcək ki, doğru düzgün də verməyəcək. Ya qayçını mənə ver, əlini atacaq, kör onu belə verəcək. Savadlı adamlar mənim gözümdə o kör adamlardılar ki, onlar bilgi bilirlər, amma özləri görmədikləri, yaşamadıqları bilgidir. Bəsirətli insan isə görərək o bilgiyə toxunur, ona görə ecaz yaranır. Hacı Şahində o ecaz var idi. Ona görə o savadlı adamlardan fərqləndirən cəhət də o idi. Adamlar da kütlə-kütlə ona qulaq asırdılar, çünki ürəklər biganə qala bilmirdi. Belə. Sevməyənlər də vardı təbii ki, indi də var. Amma normalda insanlar qulaq asanda reaksiya verməyə bilmir. Gör ki, səmimidir də bu adam. Eldar Həsənov yazıb ki, beynimizi necə sakitləşdirmək? Məncə bu barədə danışdım. Home Life. Sizi Gəncədən izləyirəm, dinləmək xoşdur. Allah sizin kimi böyüklərimizə can sağ versin. Salamlar Gəncəyə. Bu il Gəncədə bir mühazirə verdim. Çox da gözəl yadımda qaldı. O şəhəri də çox sevirəm. Commast yazıb ki, Qərbi bəzi şeyləri tənqid etmək normaldır, amma çox sərt olmaq haqsızlıq deyil ona.
təhlükə var axı. Qərb bilirsinizmi nədir? O Kolumb getdi Amerikaya, muncuqlar zad verdi, hinduların torpaqlarını aldı əlindən. Sonradan bütün Amerikanı nə günə qoydular Yankilər. Bu şeydən gələnlər, Avropadan, köhnə dünyadan gələnlər bütün Amerikanın yerli cəmaatını qırdılar. Çünki onlar köləliyə razı olmadılar. Çox qürurlu xalqdılar. Köləni getdilər Afrikadan gətirməyə başladılar gəmi-gəmi. Afrika köləliyi ona görə çiçəkləndi ki, qırmızı dərlilərdən kölə yaratmaq olmadı. Tuturdular bu qırmızı dərliləri, kölə eləyirdilər. Onlar da ilk imkandaca ağaların başını kəsib qaçırdılar preriyaya. 1, 2, 3, sonra axırda dedilər ki, bunları skalpirovat edin. Öldürürdülər, skalplarının təhvil verib pul alırdılar. Eləcə qırdılar, tökdülər kontinenti. Köləni getdilər Afrikadan gətirdilər. Belə bir şey. Bunlar da biraz da türklərlə qohumdular etnik olaraq. Bu qırmızı dərlilər, o Bering boğazından köçüblər, gəliblər. Dil olaraq da bir yaxınlıq vardır aramızda türk xalqları ilə. Qəribə xalqlar, çox qürurlu, sözü bütöv, hiylə bilməyən, onlar haqqında Fenimore Cooper'in falan və ya Jules Verne'in əsərlərində o hindular deyirdilər də onlara. Onların həyatı ilə rastlaşırdım. Gördüm ki, belə dürüstlər. Hətta qərblər belə bunu görüblər ki, yalan bilməz, dürüst, qəribə bir xalqdılar onlar. Qırdılar, tökdülər onları və Qərb mənə görə həmişə muncuqla fəlakət verir. Muncuq verib sənin varı, mahiyyəti alır əlindən. Ona görə Qərbin bu gün texnoloji rahatlığını təqdim edirlər. Bizim gənclərimiz könüllərini verirlər Qərbə. Bu mənə çox təhlükəli gəlir. Ona görə sərt danışıram ki, nəyinə gedirsiniz? Ailə institutu viran qaldı. Qocalar evinin sayı hesabı yoxdur. Ailə məhv olub, uşaqlar dünyaya gəlmir. Gələcək pozulub. Məcbur qalıblar ki, ölkəyə fərqli ölkələrdən adamlar, immigrantlar cəlb eləsinlər. Bu bir ölkənin iflası deyilmi? Bizə də o iflası mı eləyirsiniz? Siz təsəvvür edin ki, İran kimi şərq ölkəsi belə doğuşu azalıbdır. Azərbaycan kimi şərq ölkəsinin doğuşu azalıb. Türkiyədə 10 minlərlə gənc var ki, yaşı 30-u keçib ərə getmək, evlənmək istəmir. Hamısı Qərbin təsiridir. Başa düşürsünüz? Ölkə dağılır, xalq dağılır, degradasiya gedir. Doğuş yoxdursa, insanlar evlənmək istəmirlərsə, əvəzinə vətəndaş nikahlarına gedirlər. Vətəndaş nikahı bilirsən nədir? Məsuliyyətsiz seksual ilişkiyə girirəm. Mən bu qadınla yaşayıram, amma heç bir məsuliyyət daşımaq istəmirəm. Bu şərəfsizlikdir. Yaşayıram bu ilə, amma məsuliyyət daşımayacağam. Qadınlar da bu ilə razılaşırlar. Bu həyatın pozulmasıdır. Uşaqlar da necə gəlsin dünyaya? Uşaq garanti istəyir. Ana uşaq doğmaq istəmir o zaman. Millət tükənir. Millət tükənir, milləti qoruyan kim olacaq? Sərhədlərə əskər hardan tapıb qoyacaqsın? Birinci sinifə uşaqları hardan tapıb qoyacaqsın? Bu millətin tükənməsidir. Bu fəlsəfə hamısı qərbdən gəlir. Qeyri-həyatidir. Həyatın əksinədir onların fəlsəfəsi. Tupikdir. Ən böyük filosoflar deyir ki, qərb mədəniyyəti, Fukuyamanı oxuyun. Rasional dünya tupikdir. Spengler'i oxuyun. Avropanın süqutu. Bir dənə böyük filosofun qərbə heyranlıqla, hətta o Harari belə qərb dünyasının gələcəyinə heyranlıq yoxdur. Ümumiyyətlə, optimizm falan bir şey yoxdur. Tükənmişlik sindromudur. Ona görə mən qərbi tənqid eləyəndə o yolsuzluğu tənqid edirəm. Bizdə nələrsə çatışmaya bilər. Amma hələ Azərbaycanlılar şərq bilgisi ilə əlaqəsini itirməyiblər. Nə qədər ki, hələ Nizami ilə, Füzuli ilə, Nəsimi ilə, Muğamatla əlaqəsini itirməyiblər. Dədə Qorqudla əlaqəsini itirməyiblər. Hələ bu dildə danışırlar, bu dildən bir şeylər anlayırlarsa,
onun şərq müdrikliyi ilə əlaqəsi vardır. Amma tam qərb beyninə keçəndə bu əlaqə qopacaq. Bu əlaqə qopacaq, ondan sonra bu xalqı əbədi dəyərlərə kökləyə bilməyəcəyik. Belə. Bir dəqiqə. Məncə çox danışdım, daha 5 dəqiqəyə bitirmək lazımdır. Burla Xatun yazıb ki, fizika kainatın necə inkişaf etdiyini izah edə bilərsə, niyə mütləq metafizik yaradıcıya ehtiyacı? Fizika izah eləmir ki. Fizika demir ki, bu dünya niyə görə var? Həyatın mənası nədir? Bu deyib belə baş verir. Demir ki, mənası nədir? Məna sualına cavab vermədiyi üçün fizikadan başqa metafizikaya ehtiyac yarandı. Aristotel dedi ki, metafizika var. Biliklər var fizikanın ötəsində. Hətta Aristotel belə bunun varlığını qəbul edir. Çox rasional təfəkkürlü adam idi. Elmi təfəkkürün əsasını Aristotelin əsərləri qoydu. Amma o belə fərqin deyil ki, bilgilər var fizikadan ötə və onu fizika ifadə edə bilməz. Fizikanın öz işləri var. Müşfiq bəy bəlkə uzun bir ingiliscə addır. Müşfiq bəy, hər vaxtınız xeyir olsun. Sonuncu dəfə oxuduğunuz bədii ədəbiyyat hansıdır? Sonuncu dəfə oxuduğum şeydir. Umberto Eco, Qızıl Gülün adı. Mən bir şeyləri həmişə çox gec oxuyuram. Bir şeydən çox adam danışırsa heç oxumuram. Tamamilə modda olmayan, trenddə olmayan, dəbdə olmayan kitabları oxuyuram. Mahabharatadan oxumuşam son vaxtda. Çox böyükdür, hamısını oxumuşam deyənmərəm. Sonra Homeri həmişə tez-tez oxuyuram. Dhammapadanı həm tərcümə eləmişəm, təkrar da oxudum bu yaxınlarda bir daha. Yəni belə mənim oxuduğum kitablar daha çox eninə deyil, dərininədir. Oxuduqlarımı təkrar oxuyuram. Çünki bu məndə özümü anlama işinə xidmət edən mütaliədir. Sanki belə ruhumu darıyıram, araşdırıram, kilkeşini açıram. Mənim üçün mütaliə dərinləşmək üsuludur. Şey deyil, yeni bir şey öyrənmək məsələsi deyil. Çox şey bilmək istəmirəm mən, dərin bilmək istəyirəm. Çox şey danıca qaçsam, o cavanlıqda olub belə bir şey çoxdan yoxdur. Ona görə populyar, ay bu Nobel mükafatı alıb, gəlin bunu oxuyaq. Mənə belə şeylər vecimə deyil. Mən həmişə populyar olmayan kitablar oxudum. Mən Dao De Jing oxudum, tərcümə elədim. Mən Dhammapada oxudum, mən Bhagavad Gita oxudum. Mən Ramayana oxudum. Cəmaət gedib populyar ədəbiyyat oxuyanda mən 10 il Tolstoy oxudum. Cəmaət populyar. Bir dəfə bu Nietzsche bumda olanda gənc vaxtı mən də Nietzsche haqqında oxudum, Nietzsche'nin özünü oxudum. Yalnız o dövrdə oldu belə. Normalda cəmaatın populyar saydığı heç nəyi oxumadım. Tamamilə qeyri-populyar şey oxudum və öz mütaliə dünyamı yaratdım. Onu da trendləşdirmək fikrində deyiləm. Belə. Adətən bizim intellektuallar ancaq trenddə olan şeylər oxuyurlar, bir qapalı klub yaradırlar öz aralarında. O Tolstoy onu Aleksey Kareninin obrazında göstərir ki, hər axşam Aleksey Karenin şamını götürür, çəkilir otağa ki, oxusun. Böyük vəzifəli adamdır və o ona görə oxumurdu ki, bu onun gerçək dərin intellektual ehtiyaclarını ödəyir. Yox, ona görə oxuyurdu ki, sabah yüksək cəmiyyətdə, vışşım sveti, bu söhbət ediləcək, o da desin ki, mənim də xəbərim var. Kod Da Vinci kitabından xəbərim var mənim də. Bir vaxtlar moda mindi bu kitabda. Hamı onu oxudu, mən oxumadım. Düzdür, filminə sonra bir neçə il sonra baxdım. Amma oxumadım. Çünki o dəbdə idi. Hararinin dəbi var idi, vay. O dəb keçəndən sonra 5 il sonra mən başladım oxumağa onu. Özümə izin vermirəm dəbə düşməyi. O qapalı intellektual klubun üzvü olmağı. Ay, sən dünyadan geri qalmısan. Sən bu dəqiqə modda olan kitabları oxumursan. Mən əbədi kitabları oxuyuram. Modda olmaq da istəmirəm. Biraz belə öz həyatım var mənim.
Ruzi Mehdiyev yazır ki, Müşfiq müəllim, deyirlər ki, müdriksənsə danış faydalansınlar, müdrik deyilsənsə qal səni insan sansınlar. Sualım şərqdə niyə sükuta bu qədər önəm verilir? Sükuta. Muğamata qulaq asmısınız? Muğamat səslər vasitəsilə sükutu nişan verir sanki. Ona görə sonsuz dərəcədə gözəldir. Şərqdə sözlər də hüzuru və sükutu nişan vermək üçündür. Və həqiqətin dərki də adamda hüzur yaradır. Sükut hüzurun ən gözəl ifadəsidir. Heç bir söz lazım deyil və hər şey sonsuz dərəcədə anlamlı. Rabindranath Tagor'da belə bir şeir var. Deyir ki, balaca həqiqətləri demək üçün aydın sözlər, böyük həqiqətləri söyləmək üçün sükut vardır. Ona görə Allah çox vaxt sanki susur. Allahın ən böyük həqiqətini necə danışdığını dinləmək istəyirsənsə sus və bu sükutu dinlə. Yəni elə burada da biz də susaq. Allah razı olsun. Bu axşam məni dinləyənlərə hamısına təşəkkür edirəm. Belə video qalacaq, sonra baxarsınız inşallah. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.